Bəli, qatılıram İradə xanımın düşüncələrinə ki, təəssüflər olsun ki, Azərbaycanda bu cür zorakılığa məruz qalmış uşaqların sayı çoxdur. Onlar güvən problemi yaşayırlar. Məsələn, əvvəl ataları, anaları ikisinə də güvənirdilər. Ayrıldıqdan sonra uşaq çaşbaş qalıb. Kimə güvənim? Ata deyir mənə güvən, ana deyir mənə güvən. Bu ata yəni deyir, başqa bir mövzuda, güvən mövzusunda olan problemdir. Bəli, uşaqlara qarşı zorakılıqdır və bir də qeyd edeyim ki, uşaqlara qarşı ən böyük zorakılıq onların uşaqlıqlarının bugün əlindən alınmasıdır. Uşaqlar yalnız akademik biliklərlə səfərbər edilir, yəni ki, öyrədilir. Uşaqların oyun prosesi başa çatmamış, yəni ki, uşaq özünü dərk eləməmiş, bir uşaq kimi uşaqlığını keçirməmiş, oradakı uşaq bacarıqlarını, yəni yerinə yetirməmiş, bu vərdişləri qazanmamış valideynlər uşaqlara nə hədiyyə eləyirlər? Kitab, dəftərlər, rəngli karandaşlar və s. Bunun özü, yəni ki, yanlış bir tərbiyədir. Zorakılıq deməyək, amma təhrikdir də. Mən bir əlavə etmək istəyirəm sizin fikrinizə. Məsələn, deyək ki, 5 yaşında, 6 yaşında bir uşaq, bir qız uşağı gəlinciklə oynamağı arzu edir. Arzu edir ki, onun çoxlu gəlincikləri olsun. Amma biz böyük əksəriyyət ailələr, baxın, böyük əksəriyyət 5-6 yaşında bir uşağımızı İngilis dilinə, Rus dilinə, Fransız dilinə, hələ doymasaq Yapon dilinə də aparırıq ki, bu uşaq artıq 2-ci sinifə keçəndə bu bir neçə gəlinciklə oynamaq olmaz. Nurana xanım, iki zorakılığı